təkrarlanır, tarix o zaman təkrarlanır ki, faktlar ondan nəticə çıxartmır. Həm də tarix onu unudanları cəzalandırır. Və o mənada bizim tariximizi xatırlamamız, tarixə yenidən nəzər salmamız, tarixdə baş verən prosesləri təhlil etməyimiz olduqca önəmli bir məsələdir. O dövrdə bu hadisələrin əsas məqsədi Türkiyəni bir dövlət olaraq türkləri tarixin səhnəsindən silmək idi. Və bu müharibədə bütün cəhdlərə baxmayaraq, bütün addımlara baxmayaraq Türkiyə, Türk xalqları öz birliyini, bərabərliyini və həmrəyliyini qorudular. Vahid bir mövqe nümayiş etdirdilər. Bu müharibə yalnız Türkiyədə yaşayan türklərin mübarizəsi deyildi. Bu bütövlükdə Türk xalqlarının mübarizəsi idi və onlar bilirdilər ki, məqsəd, hədəf bütövlükdə türkləri tarixdən silməkdir. Və bu baş vermədi və bugün biz yeni bir reallığı yaşayırıq və bugün biz xoşbəxtdik ki, biz yenidən qovuşmuşuq. İllər öncə bizim əcdadlarımızın ən böyük arzularından biri bizim yenidən bir olmağımız idi, yenidən həmrəy olmalıydı. 70 il dövrü bizi bir-birimizdən ayırdı, sərhəddən bir-birimizə baxırdıq. Amma artıq biz birik və bu tədbirləri bir yerdə keçiririk. Tarixdə heç zaman olmadığı qədər Azərbaycan-Türkiyə münasibətləri inkişaf edib və burada təbii ki, müasir dövrdə həm cənab prezidentin həyata keçirdiyi siyasəti, həm də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın həyata keçirdiyi siyasəti xüsusi vurğulanmalıydı. Bu birlik bizə nə vəd verdi? Bu birlik bizə Qarabağı azad etməyə qismət etdi. Bugün yeni reallıqlar ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı yenidən birləşir. Gələcək bu təşkilatındır. Biz birliyimizi, həmrəyliyimizi gücləndiririk və o mənada bu yalnız sözdə deyil, müxtəlif tədbirlər vasitəsilə həyata keçirilməsi mümkün olan bir prosesdir. Və burada da bir çox məsələlərimizin üzərinə məsuliyyət düşür və düşünürəm ki, eyni zamanda universitetlərimizin üzərinə də böyük bir vəzifə düşür və bu proseslərdə də Azərbaycan Dillər Universiteti öndə gedən təhsil məsələlərindən biridir və burada da biz Kəmal müəllimin hər zaman olduğu kimi öz yanaşmasını görürük. Bu ilk tədbir deyil, Türkiyədə tədbirlər keçirilir, müxtəlif konferanslar keçirilir və burada da davamlı olaraq bu cür burada fəaliyyət göstərən ayrı-ayrı qurumlarla, təşkilatlarla bu istiqamətdə tədbirlər həyata keçirilir. Və o mənada mən sizə uğurlar arzulayıram. İnanıram ki, bu tədbirlər davamlı olacaq və